Bir xanım izləyicimiz belə bir sual verib. Telefonun kodunu gizlədir, köhnə yaraları deşir, özünü həmişəki kimi yenə haqlı çıxarmağa çalışır. Nə baş verir anlaya bilmirəm. Bu halda nə edim? Heç nə. Özünlə məşğul ol. Sən ondan nə işin var? Özünə yönəl. O səndən maraqlansın. Niyə sən ondan daim maraqlanırsan? Sən niyə özünü bu qədər dəyərsiz, sevilməyən hiss edirsən ki, ona bu qədər ehtiyac duyursan? Sən özünü sevsən, dəyər versən, hörmətlə yanaşsan, heç kimin sevgisinə, dəyərinə, hörmətinə bu qədər ehtiyacın olmaz. Hətta həyat yoldaşın olsa belə. Yəni ya sən seçim eləməlisən. Mən bu insanla yaşayıram ya da ki, yaşamıram. Amma onu düzəltməyə çalışma. Əsas özünü düzəltməyə çalış. Özünü inkişaf elətdirməyə çalış ki, nəyəsə nail olasan. Yoxsa ancaq onu düzəltməyə çalışmaq, onun hərəkətlərinə fokuslanmaq, bir də korreksiya eləməyə çalışmaq lazım deyil. İnsan özünə yönələndə, öz içinə yönələndə, özü inkişaf eləyəndə qarşısındakı insan ona doğru dönüb baxır.